Sonra İmam Əhməd rahimehullah digər hədisləri qeyd edir. Buyurur ki, "Mən qala li əxihi ya kafir, faqad ba'a biha ahaduhuma." Kim öz qardaşına desə ki, ey kafir, bu o ikisindən birinə qayıdır. Bu hədis də bu qəbildən olan hədislərdəndir ya yox? Necə? Onu White var da qorxuzur kesib bir-birini çarpırlar kafirdən. Bildik. Onu bildik. Sadəcə olaraq bu qəbildən olan hədislərdəndir ya yox? Sən dedin hə. Necə? Təbii ki bu qəbildən olan hədislərdəndir. Olmasaydı İmam Əhməd burada qeyd etməzdi onu. Lakin necə? Yəni hədisin hansı hissəsindədir o? Yəni bu əməl bir insana kafir demək, elmsiz, elə kimə gəldi deyirsən kafir, dəlilsiz, subutsuz, hə? Və ya hansısa bir xətasına görə demək ki kafir. Bu əməl özü asilidir ya yox? Bu əməl özü küfürdür ya yox? Sual budur. Küfürdür ya yox? Bu əməlin özü. Yox, etiqadı demirəm. Küfürdür ya yox? Təvil eləmə. Əslə qaytar. Küfürdür. Fikir ver. Yəni bir müsəlmanın bir qardaşına deməsi ki, ya kafir, bu əməl var ha, bu özü küfürdür. Hədisdə bunun dəlili nədir? Fəqad ba'a biha ahaduhuma. Bu kəlmə ikisindən birinə qayıdır. Yəni ya o kafir olur, ya sən. Deməli bu qəbildən olan hədislərdəndir ya yox? Bu qəbildən olan hədislərdəndir. Yəni necə olur ki, müsəlmanı öldürən kafir olur? Yəni kiçik küfürlə, əməli küfürlə. Yəni müsəlmanı öldürmək küfürdür ya yox? Küfürdür. Arrafın yanına getmək, kafirin yanına getmək küfürdür ya yox? Küfürdür. Həmçinin müsəlmanın müsəlman qardaşına ey kafir deməsi küfürdür ya yox? Küfürdür. Dəlil deyir ki, bu kəlmə ikisindən birinə qayıdır. Ya o kafir olur, ya sən. Ya o kafir olur, ya sən. Burada hansı tərəf bizim mövzumuza aiddir? Ya o kafir olur, ya sən. Ya o kafir olur, o yoxsam ya sən. Sən əhsən. Niyə? Çünki bir insan müsəlmana, çünki təkfir mövzusu müsəlmanla əlaqəlidir. Yəni bir insan kafirə desə ki, ey kafir, sən onu təkfirləməmsən. Yəni bir kafirə kafir demək təkfir deyil. Təkfir nədir? İslamda olanı dindən çıxarmaq. Təkfir budur. Kafir onsa kafirdir. Deməli, müsəlmanın bir müsəlmana kafir deməsi, desə ki, ey kafir, bu kəlmə qalxır. Bu havada qalmır. Yəni, bu kəlmə boşa getmir. Yəni, bu o deməkdir ki, sən dilvi belə şeylərə öyrəşdirmə. Yəni, fikirləşmə ki, tutar ayran, tutmaz qatıq. Dedim, dəyər ya dəyməz. Yox. Yəni, bu kəlmə havada qalmayacaq. Ya ona dəyəcək, ya sənə qaydacaq. Ehtiyatlı ol. Əgər müsəlman qardaşına desə ki, ey kafir, həqiqətdə o doğrudan da kafir olsa, bu kəlmə ona qayıdır. Bu əsli küfürdür. Yəni, böyük küfürdür. Mövzumuzla əlaqəli olan tərəf budur. Bu deyil. Mövzumuzla əlaqəli olan tərəf ikinci qismidir. Əgər o kafir olmasa, bu kəlmə kimə qayıdır? Sənin özvə. Mövzumuzla əlaqəli olan hissə budur. Niyə? Sual budur ki, müsəlman bir müsəlman qardaşına dediyi, ey kafir. O da kafir deyil. O kəlmə qayıtdı özünə, qayıtdıq. İndi bu insan kafir oldu. Bildin mövzuna əlaqəli olan. Necə ki, müsəlmanı öldürən kafir oldu. Amma biz deyirik ki, bəli, bu insan kafir oldu. Təqlid babından belə deyirik. Və ya deyirik ki, ey müsəlman, dilvi saxla, biz bilirik o dindən çıxmayıb. Lakin nə dedik? Dedik ki, əsl budur ki, bu hədislər təvil olunmur. Bunu yadda saxlayın. Ya namaz qılmayana gedib deyirsən ki, kim la ilahə illallah desə, yox. Namaz qılmayana deyirsən ki, mən tərəkəs salə fəqat kəfar. Kim namazı tərk edirsə, o küfr edir. Cəhənnəm əhlindən soruşulacaq ki, mən sələqakum fi səqar. Siz cəhənnəmə nə saldı? Deyəcəklər ki, ləm nəkum minəl musallin. Ən birinci cavabları biz namaz qılanlardan deyildik. Sən belə deməlisən. Sən namaz qılmayana demirsən ki, yox, buradakı küfür bu mənada gəlib. Yox.
Və o cümlədən də bir insan görürsən ki, müsəlman ona buna elmsiz, həddini, hüdudunu, qaydasını bilmədən deyir ki, kafir. Sən ona deyirsən ki, qorx ki, bu kəlmə sənin özünə qaydar və sən bununla kafir olarsan. Demək istədiyim budur. Əsl budur. Belə deyilməlidir. Belə deyilməsə, o zaman bu hədislərin varid olması var ha. Bu hədislər niyə deyilib? Niyə görə bu hədislərdə bəzi asiliklərə küfür, şirk, nifaq kəlmələri itlaq edilib? Bunun faydası olmazdı. Bu çəkindirmək, bu qorxutmaq olmasaydı. Elə hər vaid hədisini təvilləsəydik. Aydındır? Və sonra İmam Əhməd başqa hədisi qeyd edir. O hədis də budur. Kufrun billah təbərruun min nəsəb və indaq. Yəni, kiçik bir ehtimalla da olsa, insanın öz nəsəbindən təbərrü etməsi, yəni öz atasını bir növ inkar etməsi, bu Allaha qarşı küfürdür. Bu asilikdir. Və bu asiliyə şəriət küfür deyib, deməyib. Şəriət küfür deyib. Və başqa hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, İmam Əhməd bu hədisi qeyd etməyib, izah baxımından fayda üçün qeyd edirəm. Mən idda'a ilə qeyri əbih, kim atasından qeyrisini iddia etsə, atasından qeyrisini, və huvə ya'ləm ənəhu qeyru əbih. Və o bilir ki, o onun atası deyil. Fəl cənnətu aleyhi haram. Cənnət ona haramdır. Vaid dəllidir. Cənnət ona haramdır. Və İmam Əhməd rahiməhullah bu hədisləri qeyd edəndən sonra deyir ki, və nəhvu hədihil əhadis mimmə qad sahə və hufiz. Bu qəbildən olan hədislər ki var, bu hədislər səhih hədislərdir. Səhih sənədlərlə bizə gəlib çatıb və Allah Rasulunun bu hədisləri qorunub. Yəni, bu hədisləri inkar etmək olmaz. Çünki bu hədislər barədə xavariclər azlığı kimi murciyələr də azıblar. Xulat murciyələr bu qəbildən olan hədisləri inkar ediblər. Və İmam Əhməd rahiməhullah burada onlara rədd verir ki, yəni, bu işgəldən çıxmaq üçün, çünki murciyələr bu hədisləri, vaid hədisləri nə üçün inkar ediblər? Bu işgəldən çıxmaq üçün. Hansı işgəl? Baxıblar ki, müsəlmanı öldürən kafirdir. Birinə kafir dedin, o kafir olmadı, sən özün kafir olursan. Başa düşməyiblər bu hədisləri, sələfə qaytarmadıqlarına görə. Və bu hədisləri təvil də edə bilməyiblər. Ona görə mən dedim, xulat murciyələr. Lap həddə aşmışlar. Sonra gələn murciyələr, mütəəxir murciyələr təvil ediblər. O təvili gətirəcək. Əbu Ubeydin kitabından. Lakin xulat murciyələr, hansı ki təvil edə bilməyiblər, deyiblər ki, məsələni kökündən həll edək. Ne edək? Bu hədisləri inkar edək. Ona görə İmam Əhməd rahimehullah deyir ki, və nəhvə hədihil əhadis mimmə qad sahha və hufiz. Bu qəbildən olan hədislər ki var, bunlar hamısı səhi hədislərdir. Səhi sənədlərlə qorunub, bizə gəlib çatıb, fikir ver. فَإِنَّا نُسَلِّمْ لَهُ وَإِلَّمْ نَعْلَمْ تَفْسِيرَهَا. Hətta biz bu hədislərin, fərz edək ki, mənasını bilməsək belə, hətta fərz edək ki, bu hədislərin mənasını bilməsək belə, biz bu hədislərə təslim oluruq. Ola bilər ki, elə bir hədis gələr, doğrudan da mənasını başa düşməkdə çətinlik çəkə bilərsən. Hətta mənasını bilməsək belə, bu hədislərə biz təslim oluruq. Və ümumi qayda olaraq deyirik ki, bu qəbildən olan hədislər təhdid babındadır.